Və əziz izləyicilər, söz verdiyimiz kimi, kimdə bel, boyun problemləri varsa, yırtıqlar və s. bu doğrudan da insanın həyat keyfiyyətini belə aşağı salır. Eləmi Röyana xanım? Nevroloq, bəli dostlar. Röyana Quluzadə Kəpəs Hospitalı Nevrologiya şöbəsinin rəhbəridir. Bir çox ailələrdə sevimli nevroloqdur. Bunu mən deməkdən heç vaxt çəkinmirəm, yorulmuram, çünki doğrudan da belədir. Röyana xanım, boyun və bel, deməli, disk yırtıqları, risklərdən mən istərdim danışaq, səbəbləri nədir və bundan başqa bu cavanlaşır. Bəzən elmi dildə ora protruziyalar və s. deyilər. İndi siz daha ətraflı bu haqda məlumat verin. Nəyə görə cavanlaşır eyni zamanda? Mən sizə desəm ki, fiziki yükdən cavanlaşır. Siz deyəcəksiniz ki, doktor, heç birimiz daş daşımırıq, nə fiziki yük görürük ki. Amma mən sizə indi biodinamik bir prosesi izah edəcəyim və başa düşəcəksiniz ki, əslində heç bir iş görmədən də nə qədər onurğamız fiziki yüklənir. Təsəvvür eləyin ki, insan başını 15 dərəcə aşağı salanda, bax bu bizdə 15 dərəcə başı aşağı salmaqdır, boynumuzun onurğa hissəsinə 6 kiloqram yük düşür. Sadəcə 15 dərəcə. Təsəvvür edin, biz telefona baxanda biz boynumuzu 45 dərəcə aşağı salırıq. 45 dərəcə aşağı salanda sizcə nə qədər yük düşür? 18-20 kilo, bəli, 18-20 kilo boynumuzun, yəni onurğamızın boyun hissəsinə yük düşür. Elə bir boynumuzda bir 20 kilo yük daşıyırıq. Danışan kimi özümüz düzəltdik. Bəli, və təsəvvür eləyin ki, cavanlar, orta yaş, bunlar hamısı bütün günü boyun aşağı telefondadılar. Hətta uşaqlar. Hətta uşaqlar. Üstə gəl, işimizlə bağlı bir çox insanlar kompüter qarşısındadır, klaviatura ilə işləyirlər, boyun aşağıdır və hər gün bu qədər yük onurğamıza düşür. Və onurğa əlbəttə ki, bu yükün nəticəsində degenerasiya uğrayır. Degenerasiya yəni tədricən dağılma, zədələnmə və dağılma və bunun nəticəsində bu problemlər cavanlaşır. Ona görə biz artıq 20 yaşından protruziya, disk yırtıqları kimi problemlər görə bilirik. Və bunun nəticəsində də onun digər fəsadları. Əlbəttə, digər səbəblər də var. Az maye istifadəsi, maye daima qabağımızda olmalıdır, işdə, yanımızda olmalıdır. Siz gələndə ölçümə fikir verim, siz adi su içirsiniz. Bəli, mən işdə də yanımda daima stəkanda su olur. Çay yox, tünd çay yox, su. Su və yaxud da ki, çay sevərlər üçün sadəcə açıq, yaşıl gündə bir dəfə. Digər vaxtları isə, məsələn, görürəm, siz limonlu su içirsiniz, limonlu su çox gözəldir. Su çox içmək lazımdır. Hərəkət, amma yəni ki, balanslı hərəkət etmək. Məsələn, idmançılar da çox fiziki yükə məruz qalır. İdmançıların da özünün onurğa problemləri olur. Çünki o da həddən çox işləmək nəticəsində yaranır. Yəni, bunlar hamısı balanslı olmalıdır. Ən birincisi qamətdir, postür, duruş. Qamət çox vacibdir və qamət bizim bütün biodinamikamızı tənzimləyən bir vəziyyətdir. Başlayanda, yəni bu onurğa belə şeydir ki, inanın, yəni bu profilaktika nə heç kim yoxlamır. Burada gərək ağrı olsun, gərək keyimi olsun. Bəli, heç tamamilə kim onurğam, mənim 20 yaşına gəlmişəm, ağrım yoxdur, bir gedim yoxlayım, fikrindən yaşamır. Ağrı və keymə nə qədər ciddi simptomlardır? Yəni, ilk simptomlardır mı? Keymələr gəldikdə, elə bugün səhər mən Mehmanla onu müzakirə edim ki, səhər tezdən artıq əllərimdə keymə var. Röyana xanım gələcək, soruşacaq. Yəni, tez-tez keymələr nədən gəlir? Əlbəttə, baxın, boynunda, istərsə döş fəqərəsində, istərsə bel. Burada birinci əlamətlər, bu protruziya nəticəsində ki, ekranda da görürük. Diskin, hər onurğanın, deməli, fəqərələrinin arasında onu amortizasiya verən, onu zədədən qoruyan çox yumşaq, belə qığırdaq maddə var. Bu disk adlanır. Bu diskin kənarları sərtdir, ortası yumşaqdır. Həddən çox yükə məruz qaldıqda onun kənarları partlaya bilir və partlayanda o fibroz həlqə cırılır və onun arasından nüvə çıxır bayra. Çıxan nüvə bütün ətrafı onurğanın sinirdir. Hansısa sinirə toxunacaq. Biz ona yırtıq deyirik. Bəli, yəni yırtıq artıq onun partlayıb kənara çıxmasıdır. Bütün onurğanın kənarı da sinirlərdir və hansı sinirə toxunacaqsa, onu sıxacaqsa, onun əlamətlərini görəcəyik. Məsələn, boyunda ağrı verə bilər, başa ağrı verə bilər, çiyinə ağrı verə bilər, kürəyimizə ağrı verər, qolumuza keymə verə bilər, barmaqlar keyiyə bilər. Məsələn, insanlar belə şikayət edir ki, biraz iş görürəm, qələm tuturam, bir müddətdən sonra görürəm ki, qolum keyidi, artıq müəyyən hərəkətlər eləməli oluruq. Və yaxud da ki, uzun müddətdə əlimlə iş görəmirəm, əllərim sanki qırılır, yanıma düşür, biraz dincəlməliyəm. Bunların hamısı səbəbdir ki, xırda-xırda protruziyalar
artıq onurğamızda var. Bunlar uzun müddətli fiziki yüklənmə zamanı keymə, ağırlıq və əzilə gücünün hətta azalması kimi bizə şikayətlər verə bilər. Amma çox təəssüf ki, bunlar digər xəstəliklərlə qarışıq salına bilər. Məsəl üçün, boynunda ağrısı olan bir insan var, başına da ağrı verir. Məsələn, düşünürlər ki, protruziyada mı miqren ola bilər və yaxud da ki, migrendir, düşünürlər ki, protruziya ola bilər. Bəli, yəni bunları çox düzgün seçmək və bir-birindən ayırmaq lazım. Məsələn, qol ağrılarını verə bilər impeachment sindrom. Çiyinin özünün xəstəlikləri var. Çiyində akromiyonla vazo sümüyün arasında sinir, məsələn, kim ki, əli yuxarı iş görür, məsələn, pəncərə seyir, burada uzun müddətli iş zamanı burada sıxışma baş verir və qola keymə və ağrı verə bilər. Bu da eyni simptomlardır. Və yaxud da ki, məsələn, şəkərli xəstələrdə diabetik polineuropatiya, qolda keymə, hər iki tərəfdə əlləri istifadə eləyəndə o da verə bilər. Ona görə bu xəstəliklər bir-birinə çox oxşayır və keyməni düzgün təyin etmək lazımdır ki... Necə qoyursunuz diaqnozu? Bax, burada elə doğrudan çox... Bəli, əlbəttə ki, pasiyentin sadəcə şikayəti kifayət eləmir. Pasiyenti tam müayinə eləmək lazımdır. Bütün boyun hərəkətlərini yoxlamaq, boyun hərəkətləri ağrı verdimi xəstəyə, qol hərəkətlərinin müəyyən bir, belə deyək, dərəcəsində pasiyentdə ağrı şiddətləndimi? Bunların hamısını dəqiq təyin etmək əlbəttə ki, bizə görüntüləmə metodları ən vacib müasir metodlardan. Maqnit rezonans tomoqrafiyadan başqa heç bir şikayətlə səndə disk yırtığı var demək olmaz. Dəfələrlə olub ki, disk yırtığım var deyilib, fizioterapiya alıb, boyun və baş ağrısı keçməyən insanlarda biz migren təyin eləmişik. Sən demə migreni var imiş. Yəni, heç protruziyası çox kiçikdir. Ağrını o vermir. Ağrını verən onun digər problemidir. Migreni imiş sadəcə və yaxud da ənsə nevralgiyası imiş və yaxud digər problemlər. Onlara görə bunları bir-birindən seçmək, ayırmaq çox vacibdir. Bu ağrını, keyməni, yəni necə deyim, ləngitmək olarmı? Məsələn, eybi yox, keçər, ya gələn ay gedərəm, qoy maaş alım gedərəm. Məsələn, müxtəlif səbəblərlə ləngidirik biz. Yanlış bilinən doğrular çoxdur və bunlar bizim hamımızı çaşdıran, insanları çaşdıran vəziyyətlərdən biridir. Birincisi, onu qeyd edeyim buradan ki, insanların 40% özü sağalır. Protruziyası, belində, boynunda onurğası olan heç vaxt həkimə getmir. Onların 40%-i 2-3 həftə ərzində ağrı kəsici içir, biraz dincəlir, biraz özünü sakitləşdirir və işini, belə deyək də, fiziki aktivliyini azaldır və orqanizm özünü sağaldır. Onlar həkimə getmirlər. Amma 60% insanlarda ağrı keçmir, getdikcə ağrı kəskinləşir və belə insanlar bu ağrıya görə məcbur olurlar, həkimə gedirlər. Burada da səhv bir tendensiya var. İnsanlar onurğa problemlərində birinci fizioterapiyaya yönəldilirlər və yaxud da özləri gedirlər. Heç bir fizioterapiya ilə kəskin ağrı keçməz. İnsan boynunda, belində kəskin ağrı ilə gəldisə, ona ilk növbədə ağrını götürmək, kəskin iltihabı götürmək lazımdır. Fizioterapiya yumşaq bir müalicədir. Fizioterapiya vasitəsilə biz kəskin vəziyyəti keçəndən sonra uzun müddətli müalicəvi effekt almaq üçün fizioterapiya gedirik və ona görə də insanlar ağrı ilə gedir fizioterapiyaya. Mən effekt almadım, mənim ağrım keçmədi, həkimdən həkimə gedirlər. Çünki fizioterapiya sizin ağrınızı kəsməz. Siz kəskin dövrü keçirtməlisiniz. Buna sizə həkim kömək edəcək. Rəna xanım, müalicəsi necədir? Necə ayırd edirsiniz ki, bu mütləq şəkildə fizioterapiya ilə necəsə aradan qaldırmaq olar, amma buradan mütləq şəkildə əməliyyatdır. Bəli, baxın, bütün onurğa xəstələrinin, yəni yırtıq xəstələrinin cəmi 20%-i əməliyyata düşür. 15-20%-i. O da hansı xəstələrdir? Bu protruziyanın ölçüsü söhbəti deyil, burada yeri söhbətidir. Əgər protruziya siniri çox ciddi dərəcədə təzyiq eləyirsə və bunun nəticəsində xəstədə getdikcə əzələ gücünün itməsi, ətrafın arıqlaması baş verirsə yavaş-yavaş, yəni ağrı söhbəti deyil, əzələ gücünün azalması və iflicin əmələ gəlməsi, iflic formalaşmaq başlayırsa, bir mənalı heç bir fizioterapiya, heç bir dərmandan söhbət gedə bilməz. Mütləq şəkildə, yəni o siniri baskıdan azad etmək lazımdır ki, bu sinir qidalana bilsin. Sinir qidalanmırsa, xəstədə geri dönməz dəyişiklik olur. Bizim dəfələrlə yanımıza pasiyentlər gəlir, artıq ayağını tərpədə bilmir. Ayağı ət kimi sallanır. Nəyə görə? Çünki gecikib əməliyyata və sinir artıq
belə deyək də 50% ölüb. Artıq ayağında ciddi dəyişikliklər var. Ona görə bu 15-20% bu dərəcədədir. Əgər o xəstə ki, sadəcə ağrısı var, yüngül keymələri var və ağrı getdikcə artırsa, yəni 1-2 həftədən çox gözləmək olmaz, həkimə müraciət etmək, onun səviyyəsini təyin etmək ki, hansı dərəcədədir sizdə protruziya, yırtıq. Əgər bu əməliyyat dərəcəsi deyilsə, artıq kəskin vəziyyəti biz ağrı kəsici və blokadalarla. Blokadadan insanlar qorxur, amma qorxmamalıdır. Bu ən düzgün müalicədir. Birinci xəstənin kəskin ağrısı və iltihabı getməlidir. O gedəndən sonra artıq uzun müddətli fizioterapiya tətbiq edirik. Və bizim tamaşaçılara çox lakanik istərdim soruşmaq. Xəbər ertəsinin adını verirsə, mən biləm ki, sizə bəzən əvvəlcədən də yazılmaq lazımdır. Çünki pasiyentlər hətta artıq müraciət edənlər çoxdur, mütəxəssislər də həmişə belədir. Xəbər ertəsi adından müraciət olunsa müəyyən endirimlər mümkündürmü? Eləyərik, əlbəttə ki, mütləq. Minnətdarıq sizə, Röyana Quluzadə dostlar. Kəpəz Hospitalının Nevrologiya şöbəsinin rəhbəri studiyamızda qonaq idi. Bizdən bu həftəlik bu qədər. Uşaqları qoruyun, valideynləri unutmayın və ən əsas başımız, onurğamız, sümüklərimiz və ruhumuz sağlam olsun. Minnətdarıq ki, bu həftədə bizə vaxt ayırdınız dostlar. Bu halallıq da eyni zamanda bu həftənin halallıq çünki 5-ci gündür. Gələn həftə mayın son həftəsidir. Möhkəm olun, hər şey yaxşı olun.